Sabahınız xeyir olsun. 21 yanvar günüdür. 2026-cı il həftənin 3-cü çərşənbə günüdür. Və bu soyuq qış fəslində hər birinizə isti bir gün keçirmənizi arzulayıram. Bununla yanaşı iş dalınca gedən, evdə oturub işləri ilə məşğul olan hər bir şəxsə iş avantlığı arzulayıram. Məktəbə yollanan, imtahanları olan, eləcə də hazırlığı ilə, dərs hazırlığı ilə, eləcə də müəllim yanına gedib hazırlıqla məşğul olanlara, orta məktəb şagirdlərinə, orta ixtisas tələbələrinə, ali məktəb tələbələrinə zehin açıqlığı, yol açıqlığı arzulayıram. Bugün kimlərin rəhmətə gedənləri var, hər birinə Allahdan rəhmət diləyirəm. Bununla yanaşı bu günlərim kimin xəstələri var, xəstələrə şəfa diləyirəm, qazilərimizə can sağlığı Allahdan şəfa diləyirəm. Bu günlərim 21 yanvar günündə öz ad gününü qeyd edən, şad gününü qeyd edənlərə, xoş günlərini qeyd edənlərə demək, hər birinə can sağlığı arzulayır, gözəl bir gün keçirmələrini arzulayıram və hər birini təbrik edirəm bugün münasibəti ilə. 21 yanvar 1701-ci ildə 1-ci Pyotr Moskvada top əmirləri məktəbinin açılması haqqında fərman imzaladığı gündür. 21 yanvar 1775-ci ildə Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Buqaçovun edam edildiyi gündür. 21 yanvar 1920-ci ildə Parisdə Versal sülh konfransının başa çatdığı gündür. 21 yanvar 1968-ci ildə göyərtəsində 4 hidrogen bombası olan Amerika Birləşmiş Ştatlarının hərbi təyyarəsinin Qrenlandiya yaxınlığında qəza uğradığı və burada bombalardan hələ də birinin tapılmadığı olan bir gündür. Bununla yanaşı 21 yanvar 1977-ci il İtaliyada aborta rəsmi icazə verilir. Bununla yanaşı 21 yanvar 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin sessiyası keçirilir və Respublika rəhbərliyi sessiyada iştirak etməyib və bu yığıncağı isə dırnaqarası qanunu, yəni qeyri-qanuni olan bir yığıncaq adlandırmışlar. Sessiyada isə Bakıdan qoşunların çıxarılması, fövqəladə vəziyyət rejiminin ləğv edilməsi qərarı qəbul edilmişdir. Lakin SSR rəhbərliyi buna məhəl qoymamışdır. 21 yanvar 1998-ci ildə Roma Papası 2. Yohan Pavel kommunist rejimi olan ilk dəfə olaraq Kubaya səfər etmişdir. Dinlədiyiniz üçün təşəkkür edirəm.